Salam dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərə fərqli bir resept təqdim edəcəm. Evdə üzəri bu cür qaralmış və tam yetişmiş armudlar var idi. Mən də bunları dəyərləndirmək qərarına gəldim. Əvvəlcə keki hazırlayacağım qaba 3 yumurta əlavə edirəm. Bir stəkan şəkər tozunu, deməli stəkan ölçüsü 200 ml-dir. Bura əlavə edib mikserlə yaxşı qarışdırıram. Sonra bir paket vanil əlavə edib tam ağarana qədər mikserlə qarışdırıram. Sonra 150 ml qatığın üzərinə hardasa yarım çay qaşığı soda əlavə edirəm. Və onu da belə bu cür yaxşı qarışdırıram köpürənə kimi. Ondan sonra onu da bu qarışımın üzərinə əlavə edirəm. Və təkrar mikserin aşağı xodunda 5-10 saniyə daha qarışdırıram. Sonra bir stəkan un götürmüşəm. Bu stəkan ölçüsü 200 ml-dir. Onu bura hissə əlavə edib qarışdırıram. Unu əlavə edə bir paket qabartma tozunu da əlavə edirəm. Bir stəkan un bəs eləmədi. Bunun testası biraz duru alındı və ona görə də mən təzədən stəkanın 1/4 qədər ölçüsündə yenidən biraz un əlavə edirəm. Baxın, bu cür alınmalıdır. Nə çox duru olmasın, nə də çox qatı. Sonra bura hardasa 3-4 xörək qaşığı duru yağ əlavə edirəm. Onu da qeyd edim ki, bunun tərkibində qatıq olduğu üçün duru yağdan mütləq istifadə etmək lazımdır ki, kek yumşaq alınsın. Keki bişirəcəyim qabı kərə yağı ilə yağlayıram. Daha sonra doğradığım armudları səliqə ilə bura düzürəm. Mən armudları uzunsov şəkildə doğradım. İstəsəniz onu halqa formasında da doğraya bilərsiniz.
Baxın, bu cür düzdükdən sonra üzərinə biraz vanil əlavə edirəm və biraz da şəkər tozu. Armudlu kek bişirən zaman çalışın ki, armudlar tam yumuşalmış, yetişmiş olsunlar. Armudların üzərinə kekin xəmirini əlavə edirəm və sonra sobada 180-200 dərəcə arasında əvvəlcə alt rejimdə, yəni xəmir biraz şişəndən sonra isə alt və üst rejimdə üzəri qızarana qədər bişirirəm. Və artıq bişdi, hazırdır. Və inanın, çox yaxşı alındı, həm dadı gözəldir, həm görünüşü və inanın ki, bunun dadına baxdıqdan sonra həmişə, yəni əminəm ki, həmişə bunu bişirmək istəyəcəksiniz. Çünki çox həqiqətən çox dadlıdır. Bir dəfə bişirin, dadını görün. Sizlərdən xahişim budur ki, kanalıma abunə olun, paylaşın ki, bu gözəl reseptdən hər kəs xəbərdar olsun. Və həm də mənə dəstək olmuş olasınız. Siz də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Sağ olun, sağlıqla qalın.